Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə yeni masifdə 92-170 marşrutlarından 100 metr məsafədə yola yaxın, marşrutlara yaxın, marketlərə yaxın ərazidə demək 2.5 sotun içində 4 otaqlı tam təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Amin. Demək, nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Evin qabağında belə bir obyekti var. Sadəcə qapısı çöldəndir. Buradan da açıb sadəcə qapı qoya bilərsə, amma qapısı çöl hissədəndir. Bunu nəzərinizə çatdırım. Gördüyünüz kimi həyətinə tamət yox, birbaşa metlaq vurublar. Altı da möhkəmləşdirilib. Yəni bunu nəzərinizə çatdırım. Evin yan tərəfləri hamısı açıqdır, havalanmaya uyğundur. Pəncərələrindən tam rahat evin içinə işıq düşür. Bu ev nəzərinizə çatdırım. Şəxsi bir ev olub, yenidən təzədən təmiri olunub, satışa çıxardıb. Yəni oturmuş evdir, bir neçəli evdir. Gördüyünüz kimi hasarları belə qəşəng mozaika ilə belə bəzədilib. Ev həqiqətən çox səliqəli, gözəl bir vəziyyətdə təmir olunub. Gördüyünüz kimi də bu obyektin özüdür. Sadəcə qapısı çöldəndir. Evin də xarici görünüşü göz qabağında belə yüngül var, belə yaşıllığı. Ev həqiqətən çox salidli, səliqəli bir həyət evidir. Keçən indi evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Demək, daxil olan kimi birinci balaca bir dəhlizdir. Burada birbaşa şkaf yığmaq üçün hazır yeri var. Sol tərəfdə sanuzeldir. Bir dənə zəhmət olması çək göstər. Buran bax. Bura girdilmiş sağ tərəfdə mətbəxdir. Haradasa 13-14 kvadratlıq buram mətbəxidir. Pəncərləri geniş, qoşa daş, yəni 13-14 kvadrat reallıqları deyirəm, çox olmaz, artıq olmaz. Yəni olanları deyirik, təxmini ölçü deyirik. Buradan yenə də böyük bir geniş dəhlizə girdik. Gördüyünüz kimi dəhlizi geniş. Burada da istədiniz bir şkafınızda nə istəsiniz yığdıra bilərsiniz. Demək, burada bir 2 sağ solda uşaq otaqlardır. Balaca otaq, xudmanı otaqlardır. Burada bir otaq, haradasa 10 kvadrat, 12 kvadratdır, 10 kvadrat olar. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər. Pəncərləri yenə öz hasarına baxır, həyətinə baxır. Burada bir yenə də uşaq otağıdır. Burada uzağı 10 kvadratdır. Yəni 4 otaqlı evlər adətən uşaqları, qız oğlan olanlar üçün ən əlverişlidir. Bunu nəzərdə çatdırım. Burada bir böyük yataq otağı var. 16-18 kvadratlıdır, təxmin ölçü deyirəm. Buradan da öz həyətinə baxır, gördüyünüz kimi pəncərəsindən tam rahat evin içinə işıq düşür. Qapıları ağ qapılardan istifadə edilib, açıq aboylardan istifadə olunub, aboyları gözəl, zövqlü aboylardır. Ən böyüksə zalı. Həm eni də gözəldir, uzunluğu da yaxşıdır. Eni harca 5.50-dir, uzunluğu da 20-25 kvadrat, 25 kvadrat rahat buranın qonaq otağıdır. Pəncərəsindən də tam rahat evin içinə işıq düşür. Gördüyünüz kimi, hörmətli izləyicilər, nəzərinizə çatdırıram ki, yenə qeyd edirəm, ev yola yaxın ərazidə yerləşir, marşrutlara, marketlərə yaxın ərazidə yerləşir. Demək, kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. Evin sənədi ya bələdiyyəyə qeydiyyat olacaq, yəni bunu nəzərinizə çatdırım, evin adresi ünvanla işləri də görürük, bunu da nəzərinizə çatdırım. Evlər hamısı kodlaşdırılır. Zəng vuran zamanda kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Bu evin də start qiyməti 117.000 start qiymətli. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibinə görüşəcəksiniz, son sözdə ev sahibi deyəcək, hörmətli izləyicilər. Hər qiymət hər evi qoyurlar, son sözdə ev sahibi deyir. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.